Bu podkast bir dərs deyil. Mən kimsədən üstün deyiləm, nə də müəllimim, nə də hər şeyi bilən bir şəxsəm. Sadəcə bu yolda olan, öyrənən və başqaları ilə təcrübələrini paylaşan birisiyəm. Məqsədim öyrətmək deyil. Sadəcə həyatın içində axtaran biriyəm. Biz hamımız o yol axtarırıq. Kimimiz səssiz, kimimiz ucadan, kimimiz dua ilə, kimimiz suallar ilə. Əgər bu səsi eşidirsənsə, ola bilsin sən də axtarırsan. Axtarışda olmağın, hiss etməyin səni zəif etmir və bu pis deyil. Bu sənin canlı olduğunu göstərir. Bilirsən, səni kimisə dəyişdirməsinə ehtiyac yoxdur. Sadəcə biraz özünə qulaq asmağa ehtiyac var. Düzü, mən gözəl danışmaq istəmirəm. Mən səmimi danışmaq istəyirəm, olduğum kimi. Yaşadıqlarım haqqında, harada yıxıldığımı, nəyi səhv etdiyim haqqında. Bəlkə sənə də tanış gələcək. Düzü çox düşündüm, hansı mövzuda özümü daha dərin hiss edirəm. Hansında ürəyin sükunət tapır. Hər kəs nəyisə danışır, paylaşır, təhlil edir. Sosial şəbəkələrdə, videolarda, kitablarda sanki hər tərəfdən məlumat yağır. Amma biz eşitdiyimiz, oxuduğumuz hər şey bizə toxunmur. Bəzən sadəcə keçib gedir. Bəzən başa düşürük, amma çox təəssüf ki, hiss etmirik. Ona görə mən kökə, yəni ən dərin yerə baxmaq istədim. Əlamətlərə yox, səbəbə. 100 qatlı o sözlər altındakı o bircə təmələ. Mövzu sevgidir. Amma bizim öyrəşdiyimiz o romantik olan sevgi yox, xeyr. Bu başqadır. Bu insanın özünə olan sevgisidir. Qürurla, təkəbbürlə qarışıq olan yox. Sakit, səmimi və isti, bağışlayan, hər şeyin başladığı yerdə duran sevgi, öz dəyər ilə başlayan sevgidir. Özünə olan sevgi hər şeyin təməlidir. Bilirsən, insan özünü həqiqətən sevməyə başladıqda həyata olan münasibəti tamamilə dəyişir. O daha anlayışlı, daha rəhimli, daha dürüst və təkcə özünə qarşı yox, ətrafına, ailəsinə, işinə, dostlarına, hər kəsə qarşı. Çünki artıq içində nəzarət və qorxu deyil, bağ və güvən var. Çünki özünü sübut etmək üçün yox, dəyər yaratmaq üçün çalışır. İmtahanı keçmək üçün yox, özünü dərk etmək üçün öyrənməyə başlayır. Çünki insan yalnız özünü qəbul etdikdən sonra başqasını da həqiqətən görə və sevə bilər. Əgər bu sevgi daxildə yoxdursa, o zaman qalan hər şey yavaş-yavaş dərinliyini itirir. Zaman-zaman yorğun görünür, suni gəlir və davamlı olmur. Bu yol mükəmməl olmaqla bağlı deyil. Bu yol özünə qarşı hörmət, özünə şəfqət göstərmək, öz səhvlərini bağışlamaq və irəliləməkdir. Hər şeyin dərinliyini həmin iç sevgidən gəlir. Biz mükəmməl olmaq üçün deyil, həqiqi olmaq üçün bu yola çıxmalıyıq. Bu səs, bu söhbət daha yaxşı bir insan olmaqdan getmir. Bu yol özümüzlə dürüst olmaq barədədir. Özümüzü olduğu kimi qəbul etmək və həyatın bizi bir yerdən başqa yerə gətirən sınaqlardan keçmək haqqında danışmaqdır. Çünki sən özünü həqiqətən qəbul etdiyin zaman öz səhvlərini bağışlamağı, ağrılarını qəbul etməyi və buna baxmayaraq irəliləməyi bacarırsan, məcbur etmirsən. Bax, mən hələ də o yolun sonuna çatmamışım. Əgər mən indi dinləyirsənsə, bilirsən mən nə düşünürəm? Bəlkə də bu dünyada ən çox çatışmayan yaxşılıq deyil, əslində sakitlikdir. Həqiqi sakitlik. Sükut, hər şeydən uzaqlaşma və öz daxili sükunətimizi tapmağımıza ehtiyacımız var.
Bəzən bu səs-küy içində hər şey bir-birinə qarışır və insan özü ilə əlaqəsini itirir. Öz düşüncələrimizi, hisslərimizi, hətta həyatımızı başqalarının gözləntilərinə uyğunlaşdırmağa çalışırıq və özümüzü itiririk. Amma o sakitçilik, harda ki özünə qiymət vermək, öz daxili ehtiyaclarını dinləmək. Bax, özünə olan sevgi oradan başlayır. Sən nə qədər özünü qəbul etsən, başqalarına da o qədər sevgi göstərə bilərsən. Amma unutma ki, özünü sevmək egoistlik və yaxud da narsistlik deyil. Bu, öz sərhədlərini bilməkdir, özünə dəyər verməkdir. Bilirsən, mən elə anlar yaşamışam ki, bütün işlərimi düzgün görsəm də içimdə bir boşluq olur. Hər şey yeri yerində olsa da, qəlbimdə hələ də özümə çox sərt davranıb özümü tənqid etmişəm. Və elə bu zaman düşündüm ki, başqalarına necə kömək edə bilərəm ki, daha özümə kömək ola bilmirəm. Hamıya çatan mən özümə çata bilmirəm. Özümə kömək istəməyi bacara bilmirəm. Amma hələ də özümü anlamaqda çətinlik çəkdiyim anlar olur. Özünü tanımaq yalnız sözlərdə deyil, həyatı yaşamaq barədədir. Və əgər sən indi məni dinləyirsənsə, sən tək deyilsən. Bu yolda tək qalmaq, zaman-zaman yalnız olduğunu düşünmək normaldır. Mən də sənin kimi bir zamanlar bu yolda tək hiss etmişəm. Biz hər birimiz öz yolumuzu tapmağa çalışırıq. Və bəzən heç kəs bilmir ki, başqa birinin ürəyində də eyni narahatlıqlar var. Bu bir nəzəriyyə deyil, bu bir yoldur sadəcə. Və mən sadəcə onu necə getdiyimi paylaşıram. İndi anlayıram ki, bugünə qədər paylaşdığım postlar özümlə bir söhbət imiş. Bu göstəriş üçün deyildi. Bu mənim özümü axtarmaq tərzim idi. Və bilmədən kimisə ürəyindəki bir səs olurdum. Tələbələrimdən, valideynlərdən, tanışlardan mesajlar alırdım. Mənim hiss etdiklərimi dedim. Və sonra anladım ki, mənim bildiyim yol təkcə mənim yolum deyilmiş. Bəzən insanların bu haqda danışmağa cəsarəti çatmır. Zəif olduqları üçün yox. Bizim dünyada real və səmimi olmağın cəsarət tələb etdiyi bir dünyada yaşayırıq. Əminəm ki, Azərbaycanda göstəricilərdən, qiymətlərdən, uğurdan daha vacib şeylər var. İnanıram ki, hər şey insanın daxili vəziyyətindən başlayır. Özünə münasibətdən. Çünki insanın özünü sevmə tərzi müəyyənidir. Ölkəsinə, uşaqlara, başqalarına münasibətini. Bu yalnız psixologiya deyil, bu gələcəyin əsasıdır. Özünü tanımaq cəsarətlə deyil, həm də vicdanladır. Düzgün baxa bilərsən, zahirən hər şeyi edə bilərsən. Amma qəlbdə kin, rədd, özünə nifrət varsa, düzgün baxa bilərsən, zahirən hər şeyi edə bilərsən. Amma qəlbdə rədd, özünə nifrət varsa, bunu başqaları ilə hər təmasda hiss etdirəcəksən. Özünü sevmək egoizm deyil, bir şəxsiyyətin ən mühüm təməlidir. Hər şey buradan başlayır. Söhbət təkcə sözdə özümü sevirəm deməkdən getmir, xeyr. Bu, özünlə necə danışmağınla bağlıdır. Səhv etdiyin zaman özünə olan münasibətindir. İnanıram ki, Azərbaycanda daha çox şuurlu, azad və xoşbəxt insanlar olacaq. Uğurun arxasında gizlənməyən, ağlamaqdan, hiss etməkdən, səmimi olmaqdan, səhv etməkdən utanmayan insanlar. Çünki bu insanlar həqiqətən sevməyi bacaran insanlardır. Bu öyrətmək, öyrənmək, qorumaq, sevgi göstərməkdir. Əgər indi məni dinləyirsənsə və düşünürsən ki, görürsən mən özümü sevirəm,
Cevabı bilmeməkdən qorxma. Çünki bu yol əsr səyahətin başlanğıcı olabiləcək bir sualdır.